Salam əziz bağbanlar. Çox sual verirlər ki, bordo nəyə görə lazımdır? Ağaclara nə üçün biz qış dövründə bordo vururuq? Baxın, bu bağa bordo hələ vurulmayıb. Görürsünüz ağacların aşağı tərəfdən necə mamur bağlayırlar. Görürsünüz, yamyaşıl, yaşıllaşıb. Bordo hər il vurulanda bu mamurlar ölür. Düzdür, bu bağa da keçəni vurulub mu bu bordo? Amma vurulur deyə sadəcə yaşıldır, yəni mamur deyil. Vurulmayanda tamamilə mamur bağlayır və mamur ağacı zədəliyir də, belə deyil, göbələk sporları orada yaxşı inkişaf edir və ağacda müxtəlif sonra xəstəliklər əmələ gəlir. Ona görə hər il bordo vurulmalıdır. Qış dövründə, yəni indiki dövrdə 3%'lik bordo vurulmalıdır. 3%, yəni 1 ton suya 30 kilogram qatılır. 1 ton su 1 hektarın normasıdır. Yazda isə tumurcuqlar artıq partlamaq üzrə olanda biz bunu 2%'e salırıq. Əgər geciksək, ola bilər ki, faiz yarım da eləyə bilərik. Tumurcuqlar hələ ki görürsünüz, hələ partlamayıb. Ona görə hələ ki 3% vurmaq olar. Yazda artıq bunu 2% eləyəcəyik. Və əlbəttə ki, bordonun üstündən də 3-4 gün sonra qışlıq yağ vurulur. Qışlıq yağ da nə üçündür? Qışlıq yağ, görürsünüz bu ağacın üzərində gözə görünməyən bir nazik bir təbəqə əmələ gətirir. Zəhərli təbəqə. Onun altında qalan bütün həşəratların yumurtaları, biz onları gözlə görmürük. Yumurtalar, larvalar, nə bilim, yastıcalar, nə varsa onların hamısını həmin o qışlıq yağ öldürür və yazda artıq o zərər vericilər sizin bağınıza zərər vura bilmirlər. Ya olsa da çox az miqdarda ola bilər. Ona görə qış dövrü bu müalicələri mütləq eləmək lazımdır.